Çerkassi vilayəti, Ukrayna. Ukraynanın 24 vilayətindən biri. Bu vilayətin böyüklüyü 20.900 kvadrat kilometrdir. Əhalisi isə 2022-ci ilin rəqəmlərini götürsək 1.116.000. Bu vilayətdə 16 şəhər daxildir. Çigirin, Uman, Smela, Çerkassi və digər şəhərlər. Vilayətin inzibati şəhər mərkəzi də elə Çerkassi şəhəridir. Çerkassi şəhəri 1286-cı ildə salınıbdır. Şəhərdə bu gün 250.000-dən artıq adam yaşayır. Vilayətin özü isə 7 yanvar 1954-cü ildə vilayət statusu alıbdır. Buranın əsas gəlir yerləri də kənd təsərrüfatı, heyvançılıq, kimya sahəsi, maşın qayırma. Həmçinin vilayət turizmdən də yaxşı gəlirlər götürür. Bunlar vilayətin əsas gəlir yerlərindən biridir. Bu vilayətin coğrafiyası da olduqca maraqlıdır. Belə ki, vilayətin təxminən 15-20% tamamilə meşəliklərdən ibarətdir. Ukraynanın ən böyük su anbarı da elə bu vilayətdə yerləşir, Kremçuk su anbarı. Dnepr çayının üstündə yerləşən bu su anbarı o qədər böyükdür ki, yerli əhali buna Kremçuk dənizi deyir. Çerkassi vilayətinin 4 Ukrayna vilayəti ilə sərhədi mövcuddur. Bunlar Poltava vilayəti, Kiyev vilayəti, Kirovograd vilayəti və Vinitska vilayəti.